Salam hörmətli izləyicilərimiz, xoş gördük sizlərin hər birini. Bugün sizlər üçün çox möhtəşəm, özünə məxsus tikili olan geniş kvadratlı, 3 otaqlı, tam təmirli, gözəl bir həyət evi göstərəcəm sizlər üçün. Evimiz ümumilikdə 3 sot torpaq sahəsində inşa olunubdur. Gördüyünüz kimi geniş bir həyəti var. Həyətinə 4-5 maşın rahatlıqla daxil olur. İrəliyən dəqiqələrdə sizi bu möhtəşəm evlə tanış edəcəm. Qiymət münasib qiymətlə satışa çıxıb. İlk öncə istəyirəm evin bu hissəsində yerləşən kiçik əldəmi var. Onunla tanış edim sizi. Evin tikilişi haqqında məlumat verim. Yerdən 7 daş kürsüdə qoşadaşla inşa olunan bir evdir. Şəxsi özü üçün tikilibdir. Bu hissədə artıq əşyaları yığmaq üçün yer hazırlanıbdır. 110 kvadratlıq tam təmirli, 3 otaqlı, gözəl bir həyət evidir. Yerləşdiyi ərazi Binə qəsəbəsində, Məxməri çay evinin tam yaxınlığında yerləşir. Əsas yola yaxın məsafədədir. Həyətyanı sahəsini görürsünüz. Geniş bir həyətyanı sahəsi var. Həyəti tam et döşəmədir. Ağaclar, güllər əkilib həyətində. Evin içi də təmirlidir. Vaxtınızı itirmədən mütləq əlaqə nömrəm bioda qeyd olunub, əlaqə nömrəmlə əlaqə saxlayıb, gəlib evə yaxından baxa bilərsiniz. Həyət üçün bu hissədə sanitar qovşağı var. Gəldikdə tanış edəcəm sizləri. Digər ətrafda kombi üçün ayrılan yer var, kombi otağı deyək ora. Zaborlarla məsafəlidir, sağ-sol, arxa ətrafına öz həyətindən keçmək olur evin. Bu hissədə bağ hissəsi ayrılıbdır. Vaxtınızı çox almayayım, inşallah evin tərifə ehtiyacı yoxdur. Gəldikdə özünüzlə ətraflı olaraq tanış olacaqsınız. Qiymət 80.000 manatdan satışa çıxıb. Real alıcıya cüzi endirim olacaq qiymətdə. İndi isə keçirik evin içi ilə tanış olmağa. Koridor 3 otaq, mətbəx və sanitar qovşağından ibarətdir. Bu hissədə yerləşir evin sanitar qovşağı. Yer istipoldur. Kafel metlaq işləri tam olaraq görülübdür. Bir sözlə, gir yaşa bir həyət evidir. Keçək, indi isə evin qonaq otağı ilə tanış edim sizləri. Geniş bir qonaq otağı yerləşir koridorun bu hissəsində. Geniş kvadrat, 110 kvadratlıq. 3 otaqlı, tam təmirli, 3 sot torpaq sahəsində inşa olunan bir evdir. Qiymət 80.000 manat. Kommunalları qaydasındadır. Qaz, işıq, su artizan suyudur. İndi isə evin mətbəxi ilə tanış olaq. Mətbəx mebeli qalacaq, kombi evin içində qalacaq, qiymətə daxildir. Əziz izləyicilərimiz, evin yataq otaqları da genişdir. Bu hissədə gördüyünüz kimi geniş bir yataq otağı yerləşir. Qeyd etdiyim kimi pəncərələr zaborla məsafəlidir. Rahatlıqla gün işığı daxil olur evə. Bu otaqda uşaq yatıb, biraz yavaş danışacağım. Əlaqə nömrəm bioda qeyd olunub. Bu ev kimə maraqlı olsa, əlaqə nömrəmlə əlaqə saxlayıb, gəlib baxıb qiymətində də razılaşa bilər.